Son günlər Türkiyədə baş verən ardıcıl zəlzələlər və Azərbaycanda qeydə alınan yeraltı təkanlar insanlarda narahatlıq yaradıb. Zəlzələ gözlənilmədən baş verdiyi üçün hər zaman hazır olmaq vacibdir. Təbii fəlakətlər zamanı düzgün davranış həyatı xilas eləyə bilər. Ən əsas məsələ isə panikaya düşməmək və doğru addımlar atmaqdır. Zəlzələ zamanı nə etməliyik? Əvvəlcə sakit olun. Panik etməyin. Mümkün qədər açıq sahəyə çıxmağa çalışın. Çıxa bilmirsinizsə, möhkəm masa, çarpayı və ya divar küncü kimi yerlərdə gizlənərək başınızı və boynunuzu qoruyun. Pəncərələrdən, şkaf və ya ağır əşyalardan uzaq durun. Qətiyyən liftdən istifadə etməyin. Zəlzələ zamanı liftlər ilişib qala və təhlükə yarada bilər. Eyvandan tullanmaq qətiyyən olmaz. Bu ağır xəsarət və ya həyat üçün təhlükə yarada bilər. Elektrik cihazlarını işlətməyin və qaz sızmasına qarşı diqqətli olun. Zəlzələ bitdikdən sonra binanın təhlükəsiz olub-olmadığını yoxlamadan içəridə qalmayın.